Ey Allah bəndələri! Özünüzü iblisdən gözləyin ki, sizi də öz xəstəliyinə düçar etməsin. Qaşağan atlı əskərləri ilə sizi özünə çəkməsin. And olsun ömrümə ki, o sizi əzaba düçar etmək üçün oxunu kamana qoymuş, yayını isə dartmışdır. Sizi yaxın bir yerdən oxlamaq üçün pusquya dayanmışdır. Demişdir ki, Rəbbim, sən məni azğınlığa atdın. Mən də yer üzündə dünya neymətlərini bəziyib, Adəm oğullarını azdıracağım. O bu sözü bilmədən söyləmişdir. Yanlış bir zənnə qapılaraq demişdir. Fəqət nəsil qeyrəti güdən oğullar, ululuq və cəhalət meydanında at oynadanlar onun bu sözünü öz hərəkətləri ilə doğrultmuşdur. Bəziləriniz itaətdən uzaqlaşıb ona uyduqca, onun da sizə qarşı tamahı artmağa və hərisliyi coşmağa başlar. Gizli olan iş meydana çıxar. Sizə qarşı qüvvəti artar, ordusunu sizin üstünüzə qaldırar. Sizi zəlalət və ölüm vadilərinə sürüklər. Sizin sızıldayan yaralarınızın üzərinə ayaq basar. Gözlərinizi mizraqları ilə oyar, boğazlarınızı kəsər, burunlarınızı əzər, can alacaq yerlərinizdə yaralar açar. Burunlarınıza zəncir taxıb, sizi sizin üçün hazırlanmış oda sürüyüb atar. Onun dininizə vurduğu yara, sizə düşmən olan bir şəxsin vurduğu yaradan daha ağırdır. Onun yandırdığı od, düşmənin yandırdığı oddan daha dəhşətlidir. Yalnız bu düşmənə qarşı çıxın. Yalnız onu dəf etməyə çalışın. And olsun ki, o atanıza, babanıza, nəslinizə qarşı at oynatmış, sizi də yoldan çıxartmaq üçün çarpışır. Dəniz kimi dərin yuxulardasınız. Dar bir halqaya salınmışsınız. Bəla qapısının ağzındasınız. Artıq könüllərinizdəki bu gizli təəssüb atəşini, cəhalət kinlərini söndürün. Çünki müsəlmanın könlündəki bu təkəbbür ancaq şeytanın hiləsidir. Onun təkəbbürüdür, vəsvəsəsidir. Başlarınızı könül mütiliyi ilə əyin, başlarınızdakı təkəbbür duyğusunu ayaqlarınız altına atın. Könül mütiliyini düşməniniz olan iblislə onun ordusu arasında keşikçi qoyun. Çünki hər bir ümmətin qəlbində şeytanın orduları var. Allahın böyüklüyü qarşısında şeytana uyub, həsəddən doğan düşmənlik yüzündən qəlbinizdəki hiddətlə alışaraq təkəbbür atəşinə düşməyin. Allah o iş üstündə onu, şeytanı peşmançılığa düçar etdi. Qiyamətədək adam öldürənlərin günahlarını onun boynuna yüklədi.